Bu dərsimizdə biz JavaScript üzərində funksiyalar haqqında danışacağıq. Funksiyalar nə üçündür, nə zaman istifadə edirik haqqında danışdıqdan sonra kodlama və sintaks hissəsinə keçid edəcəyik. Funksiyalar sadəcə olaraq adlandırılmış bir kod blokudur. Yəni, biz yazacağımız bir və ya bir neçə sətir kodu müəyyən bir skop daxilində adlandırma ilə yerləşdirə bilərik. Həmin kodları run etmək istədiyimiz, yəni çalışdırmaq istədiyimiz zaman isə o funksiyanın adı vasitəsilə ora müraciət edəcəyik. Məsələn, biz səhifə daxilində alert və yaxud da console log istifadə edərək səhifəmizə hər hansısa bir bildiriş göndərə bilərik. Konsol tabımızı açaq və konsol üzərindən işlərimizə başlayaq. Tutaq ki, biz console.log vasitəsilə konsola hər hansısa bir mətn yerləşdirmək istəyirik. Və bu mətni səhifə açıldığı zaman yox, hər hansısa bir event baş verdiyi zaman çağırmaq istəyiriksə, bu zaman artıq funksiyalara keçid etməyə məcburuq. Funksiyaların sintaksi üzərindən danışmaq lazım olduğu halda function, func name, mötərizə və skoplardan istifadə edəcəyik. İlk mötərizəmiz bizim parametrlərimiz, digəri isə yazacağımız kod blokumuz olmuş olacaq. Yəni yazacağımız funksiyaların sintaksisi, ən sadə sintaksisi bu şəkildədir. Funksiyaya istədiyimiz bir ad verə bilərik. Variable'larda verməli olduğumuz ad sintaksisi burada da keçərlidir. Yəni məsələn, func adlandırması verə bilərik, amma ədəd ilə başlaya bilməz. Variable'larda olduğu kimi bütün qaydalar burada dediyim kimi keçərlidir. Funksiyalarımızın içərisinə məsələn console.log js yerləşdirirəm və baxdığımız zaman konsolda heç bir əməliyyat baş vermədiyini görürük. Bunun səbəbi funksiyanın çağırılmamağıdır. Yəni siz burada səhifənin istənilən bir yerində funksiyanı çağırası olsanız, artıq bu şəkildə konsola yazının yazıldığını görəcəyik. Funksiyaları hansısa bir event daxilində çağırmazdan əvvəl funksiyaların içərisindəki parametrlər, yəni bu mötərizənin içərisində nələrin yazılacağı ilə bağlı danışmağa başlayaq. Funksiyalarımız öz daxilində parametrlər alır. Və bu parametrlər bizim göndərəcəyimiz ardıcıllıq ilə mənimsədilmiş olur. Məsələn, biz funksiyamızın daxilində x və y olaraq iki parametr yerləşdirək və konsola x ilə y-in hasilini yazmağa çalışaq. Burada 5,3 olaraq 2 qiymət göndərirəm və funksiyanın içərisində həmin 5 və 3-ü ardıcıllıqla x və y qiymətlərini mənimsədərək burada çap etməyə çalışaq. Gördüyümüz kimi konsol üzərində artıq 15 ədədini görmüş oluruq. Və ya bunun üzərində istədiyimiz sayda parametrlər yaradaraq öz işlərimizi görə bilərik. Məsələn, bir parametr yaradaq və 5-i həmin konsola verməyə çalışaq. Buradan x-i, y-i silirik və konsolda 5-i görürük. Əgər parametri göndərmədən o parametri istifadə etməyə çalışsaq, bu zaman undefined errorunu almış olacaq. Undefined erroru təyin olunmayan, tipi bəlli olmayan variable'lar zamanı qeydə alınmış olur. Funksiyamızın digər yaradılma üsulu isə adlarının qarşısında yazılmaqdır. Yəni siz let func bərabərdir function yazaraq bu şəkildə də funksiyalarımızı yarada və eyni əməliyyatları burada da icra edə bilərik. Məsələn, 5,3 olaraq yazsaq və burada x,y olaraq bu parametrləri göndərərək x plus y qiymətini də bu şəkildə ala bilərsiniz. Bu sintaksis digər sintaksisdən demək olar ki, heç cür fərqlənmir və hər iki sintaksis istəyəcəyiniz bütün əməliyyatlar üçün keçərli olmuş olacaq. Növbəti dərslərimizdə arrow funksiyonlar haqqında danışacağıq. Bu da JavaScript-in ECMAScript vasitəsilə JavaScript dünyasına daxil olmuş yeni funksiyon tanıtma növü və daha qısa sintaksislə işlərimizi görməyimizə kömək etmiş olacaq. Funksiyaların hər hansısa bir event daxilində çağırılmağı haqqında danışaq. Yəni biz yaratdığımız hər hansısa bir funksiyanı səhifə açıldığı zaman yox, yəni bu şəkildə yox, hər hansısa bir event zamanı, məsələn, səhifəyə klik etdiyimiz zaman çağırmaq istəsək, bu zaman nə iş görmüş olacaq? Funksiyanın çağırılmasını silirəm və gördüyünüz kimi artıq konsolda heç bir əməliyyat icra olmur. Hələ ki, parametrlərini də buradan silək, yəni heç bir parametr almasın, sadəcə olaraq konsola js, yəni JavaScript adını konsola yazmış olsun string olaraq. Və burada window.addEventListener Add Event Listener vasitəsilə biz istənilən bir HTML elementimizə və yaxud da Windows'umuza, yəni səhifəmizə bir funksiya əlavə edə bilərik. Və bunu etmək üçün öncə hansı event'a mənimsətmək istədiyimizi qeyd edirik. Gördüyümüz kimi burada çoxlu eventlarımız mövcuddur. Məsələn, bunların içərisindən click haqqını danışaq. Window'a klik elədiyimiz zaman
funksiyasını çağırmaq istəyirik. Bu zaman scope-a ehtiyac yoxdur, çünki add event listener yalnız funksiyalar üçün keçərlidir. Digər çağıracağımız istənilən metodda biz funksiyamızdan sonra scope açmalıyıq ki, o funksiyamız işləmiş olsun. Gördüyünüz kimi window.add event listener klik etdiyim zaman, yəni səhifəyə, pəncərəyə klik etdiyim zaman funkun çağırılmağını istəyirəm. Səhifəyə keçid edirik və səhifəyə klik edirik və avtomatik olaraq konsolda JavaScript sözünü konsola verilmiş olduğunu görürük. Bu şəkildə biz istənilən bir HTML elementimizə event əlavə edə bilərik. Məsələn, səhifəmizdə hər hansısa bir button yerləşdirərək içərisinə düymə qeyd edirəm və bu düyməyə klik elədiyim zaman elementimin funksiyanı çağırmağını istəyirəm. Daxil olaq buraya və funksiyamıza müraciət etmək üçün hələ ki bir ID mənimsədək və bu ID-yə buton deyək. Bir T ilə buton və yaxud da butonu olaraq qeyd edək. JavaScript tərəfimizdə butonu.add event listener deyərək butona eventimizi mənimsətmiş olduq. Bu zaman səhifəyə klik etdiyim zaman heç bir şey baş verməsinə baxmayaraq butona klik etdiyim zaman JavaScript sözünün buraya yazıldığını görürük. Yəni biz tək window-a yox, HTML-də yerləşdirilmiş hər hansısa bir istənilən bir elementimizə eventlar əlavə edə bilərik. JavaScript-də funksiyalar hər hansısa bir event listener vasitəsilə çağırıldığı zaman avtomatik olaraq formalaşan parametrlər mövcuddur. Parametrlərdən birincisi this parametridir. Yəni bunun vasitəsilə biz klik etdiyimiz eventin, daha doğrusu çağırdığımız funksiyanın hansı element tərəfindən çağırıldığını və yaxud da bu funksiyanın hansı səhifəyə, hansı Windowsa aid olduğunu bizim üçün göstərmiş olur. HTML səhifəmizə keçid edərək düyməyə klik edirik. This yazdığımız zaman avtomatik olaraq kliklədiyimiz düymənin özünü element olaraq konsola vermiş oluruq. Məsələn, düymənin içərisinə yazılan sözü konsola vermək istəsək, this.inner text olaraq buna müraciət edə bilərik. Inner texti növbəti dərslərimizdə DOM JavaScript vasitəsilə görmüş olacaq. Düyməyə klik edirəm və avtomatik düymənin hansı elementdən gəldiyini bu şəkildə görmüş oluram. Yəni, eventim hardan formalaşdığını bu şəkildə görə bilərik. İkinci gələn parametrimiz event parametridir. Event parametri həmin funksiyanın çağırdığı bir növ tapşırığın nəydən formalaşdığını göstərir və ya səhifədə hansı koordinatlarda klik etdiyini və bunun kimi digər parametrləri göstərmiş olur. Klik etdiyimiz zaman pointer event, yəni düyməyə klik etdiyimiz zaman bu eventin formalaşdığını görürük və üzərinə klik etdiyimiz zaman içərisində özü ilə çoxlu parametrlər gətirir. Bu parametrlər təcrübə ilə kiçik-kiçik təcrübələrlə yavaş-yavaş inkişaf edərək genişləndirilmiş olacaq və burada məsələn ən sadə parametrlər olaraq alt keyinin, yəni klik etdiyimiz zaman altın basılı olub olmadığını görmək istəyirsinizsə, məsələn event.alt key olaraq qiymətləndirə bilərsiniz. Buraya klik edirik. Hal-hazırda alt düyməsinə basmadan düyməyə klik edirik, false. Alt düyməsini sıxılı saxlayaraq düyməyə klik etdiyimiz zaman isə true vəziyyətində olduğunu görürük. Bunun kimi Shift, Ctrl keylər də burada öz yerində qalmaq şərti ilə istifadə edə bilərik. Məsələn, başqa event parametri olaraq client X olaraq istifadə edək. Klik etdiyimiz zaman 37 qiymətini alırıq. 10, 53, 59. Məsələn, Windows üzərindən gələsi olsaydı, window.add event listener etsək, burada səhifəmizin hansı pikselində, yəni X oxu üzrə səhifənin hansı pikselində klik etdiyimizi bu şəkildə araşdıra bilərdik. Butonda da yazdığımız zaman eyni iş baş vermiş olurdu. Geriyə qaydaq. Bəs biz event listener vasitəsilə hər hansısa bir funksiyanı çağırdığımız zaman ora özümüz parametr göndərə bilərik. Çünki biz funksiyaları çağırdığımız zaman scope vasitəsilə içərisində parametrlər göndərdik. Məsələn, içərisində 5 qiymətini bu şəkildə göndərə bilirik. Sadəcə olaraq bu 5 qiyməti gəlib burada x deyə bir qiymətə mənimsədir və konsol üzərindən onu çap etmək istəyirik. Bu şəkildə yazdığımız zaman gördüyünüz kimi səhifə açılan kimi, yəni refresh edən kimi artıq həmin funksiya çalışmış olur. Baxın, mən burada bunu konsola vermişəm, amma hal-hazırda düyməyə klik eləmirəm, səhifəni refresh edirəm və funksiya çağırır. Çünki bu şəkildə skopu açıb bağlayaraq funksiyanı bura add event listener etdiyimiz zaman avtomatik olaraq bu funksiya çağırılmış olur. Ona görə də bunu bu şəkildə yox, buttonlarımıza, yəni event əlavə etdiyimiz elementə hər hansısa bir parametr əlavə etmək üçün o parametrin adını buraya qeyd edirik. Məsələn, buttonun nöqtə ədəd bərabərdir 5 olaraq buraya yerləşdiririk. Daha sonra klik etdiyimiz elementdən formalaşan məlumatı this nöqtə ədəd
olaraq burada bu şəkildə götürə bilirik. Daxil olaq, klik etdiyimiz zaman 5 qiymətinin burada göründüyünü görə bilərik. Bu içərisində, yəni button nöqtə istədiyimiz bir dəyişən tipini bu şəkildə göndərə bilərik. Məsələn, ədəd olmasaydı, içərisində bir string ifadəni də göndərə bilərdik. Yoxlayaq. Adı ədəd olmağına baxmayaraq, bir string ifadəni buraya göndərmiş olduq. Funksiyalarımızın çağırma növlərindən digər biri olaraq, HTML tərəfdə biz funksiyalarımızı hansısa elementə mənimsədərək, müəyyən bir event daxilində, yəni baş vermiş hər hansısa bir hadisə daxilində çağıra bilərik. Məsələn, HTML tərəfdə yerləşdirilmiş bir elementimizə ID mənimsətmədən birbaşa onClick atributu vasitəsilə funksiyamızı bu şəkildə çağıra bilərik. Eyni nəticələr baş vermiş olacaq və burada konsol içərisinə, məsələn, JS yazaraq, burada onun nəticəsini düyməyə klik edədiyimiz zaman görə bilərik. Yalnız burada baş vermiş bəzi fərqliliklər haqqında danışaq. Məsələn, siz burada bu funksiyanı bu şəkildə çağırdığınız zaman JavaScript tərəfdə console.log this dediyiniz zaman artıq burada olan this sizin kliklədiyiniz button olmuş olmayacaq. Yəni this qeyd etdiyimiz kimi funksiyanı çağıran element və ya həmin pəncərənin özü olmuş olur. Və burada artıq this parametri bu JavaScript faylının yerləşdiyi pəncərə mənasına gəlir və öz daxilində bütün elementləri gətirmiş olur. Biz əgər this edərək göndərdiyimiz, yəni kliklədiyimiz event'ı hansı elementdən gəldiyini bilmək istəyiriksə, bu zaman parametri buradan göndərmək məcburiyyətindəyik. Func içərisində parametrini göndərir. Digər fərqli string və yaxud da ədəd parametri göndərmək bu şəkildə olduğu kimi, this parametrini də göndərmək sadəcə olaraq bu şəkildədir və burada ona bir qiymət mənimsədərək burada götürüb rahatlıqla istifadə edə bilərik. Klik etdiyimiz zaman gördüyünüz kimi artıq buttonumuza müraciət edə bilirik. Məsələn, bu bir neçə fərqli funksiyonlar olmuş olsaydı və birinin içərisində düymə 1, düymə 2 yazaraq bu şəkildə buttonlar düzəltsək, hansı buttona klik etsək, o buttonu aşağıda görmüş oluruq. Yəni, kliklədiyimiz buttonu bu şəkildə müəyyənləşdirə bilərik. Eyni nəticə event parametri üçün də keçərlidir. Yəni, siz orada event yazaraq da bunu konsola verə bilərsiniz. Gördüyünüz kimi, kliklədiyim yeri yenə də bu şəkildə götürə bildim. Bir neçə fərqli eventlarda biz əgər funksiyamızı çağırmaq istəyiriksə, məsələn, düyməyə klik etdiyimiz zaman və məsələn, belə edək, on mouse over vaxtında da funksiyamızı çağırası olsaq, buraya da bu şəkildə göndərək. Klik, yəni klik etdiyimi, burada isə hover etdiyimi yerləşdirirəm string vəziyyətində və burada x-i konsola verirəm. Klik etmədən mouse'u düyməmin üzərinə gətirdiyimiz zaman hover nəticəsinin baş verdiyini görürük. Mouse'un üzərinə klik etdiyimiz zaman isə artıq klik funksiyasının işlədiyini görmüş ola bilərik. Və ya mouse'un üzərinə gətirdiyimiz zaman on mouse over və on mouse leave olaraq gedirəsi olsaq, funksiyamızı çağırırıq və içərisində unhover çağırırıq, parametrini göndəririk. Düymənin üzərinə mouse'u gətirib saxladığım zaman hover, mouse'un üzərindən çəkdiyim zaman isə unhover parametrinin artıq göndərildiyini və konsola yazılmış olduğunu bu şəkildə görə bilərik. Funksiyalarımızın bir növbəti xarakteri haqqında danışaq. Biz yaratdığımız hər hansısa bir funksiya bizə dəyər qaytara bilər. Nə deməkdir bu? Məsələn, biz console.log funksiyamızın adını yazırıq. Func yazırıq və skopunu açıb bağlayırıq. HTML tərəfdə düyməyə klik edədiyimiz zaman baş vermiş bütün hadisələri silirəm və səhifəyə daxil olduğum zaman buradakı console logu da silirəm. Sadəcə olaraq funksiyanın çağırılmağını istəyirəm və gördüyümüz kimi undefined qiyməti qaytarır. Undefined nə idi? Dəyişənin içərisində heç nə olmadığı və tipi mənimsədilmədiyi zaman undefined error ilə qarşılaşmış olurduq. Məsələn, console.log vasitəsilə içərisində funksiyanın 5 qiymətini və 3 qiymətini göndərək. Baxdığımız zaman yenə undefined ilə qarşılaşırıq. Çünki funksiyanı çağırdığımız zaman buraya heç bir nəticə qayıtmır. Sadəcə olaraq funksiyamız icra olunur və işi bitir. Məsələn, alert olaraq içərisinə bir şey qeyd etsəydik və JavaScript-dən run etmiş olsaydıq, render etmiş olsaydıq, alerti görürük və daha sonra yenə də undefined görürük. Niyə? Çünki yenə də heç bir nəticə geri qaytarmır. Bunun üçün funksiyalarımızın içərisində return anlayışı haqqında danışacağıq. Funksiyonun içərisindən return etdiyimiz zaman funksiyanın adının çağırıldığı yerə return etdiyimiz qiyməti qaytarmış olur. Məsələn, x vergül y olaraq burada parametrlər təyin edib, x qiymətini y qiymətinə vurub, x vurulsun y edərək,
Nəticəmizi funksiyamızın çağırıldığı yerə qaytara bilərik. Artıq baxdığımız zaman 15 qiymətini burada görürük. Və məsələn, vurma deyə bir əməliyyatı funksiya şəklində çağıraraq rahatlıqla istifadə edə bilərik. Məsələn, bir ədədin 2 mislini tapmaq üçün bir funksiya formalaşdırmaq istəyiriksə, burada və ya kvadratın qüvvətə yüksəltmək istəyiriksə, burada bu şəkildə, məsələn, Mas kitabxanasında olan power funksiyasını düzəltməyə çalışaq. Burada pow yazıram, yəni power funksiyasını düzəldirəm və x-in özünə 2 mislini qaytarmağını istəyirəm. X vurulsun, x olaraq burada qiymətləndirirəm və funksiyamın içərisində 5 qiymətini parametr olaraq göndərirəm. Funksiyamın adını da dəyişərək power edirəm. Keçdiyimiz zaman artıq 25 qayıtdığını və yaxud da 25 göndərəsi olsaydıq 625 qaytardığını. Yəni funksiyamızın artıq mas.power kitabxanasında olduğu kimi əvvəlki dərslərimizdə gördüyümüz bu şəkildə biz öz funksiyalarımızda yaradıb oradan dəyərlər return edə bilərik. Return false dediyimiz zaman nə baş verəcək? Funksiyalarımızın içərisində hər hansı bir qiymət qaytarmaqla yanaşı bol tipli, yəni məntiqi tipli dəyişənlər də return edə bilirik. Məsələn, sizin funksiyanızın içərisində hər hansı bir əməliyyat baş verəcək. Məsələn, konsola .log edəcək. Artıq buradan məlumatı silirik. Sadəcə olaraq power funksiyasını və yaxud da func funksiyasını çağıraraq içərisinə 25 qiymətini göndərmək istəyirik. Və burada console.log edəcək həmin qiyməti. Gördüyünüz kimi 25-i qaytardı. Əgər siz bu kod blokundan əvvəl return false yazası olsanız, nə baş verəcək? Return false qeyd edirik və buraya keçid edirik. Gördüyümüz kimi heç bir iş baş vermədi və konsolun rənginin də artıq solduğunu görürük. Buna səbəb return funksiyasından sonra ümumilikdə return false olmasa belə, return qiymətindən sonra yazılmış heç bir kod sətrimiz funksiyaların içərisində oxunmur. Məsələn, alert olası olsaydı və bu funksiyamızın içərisində sadəcə olaraq return false-u 5 olaraq əvəz etsəydik, nə baş verəcəkdi? Alert funksiyamız işləməyəcəkdi. Çünki return-dən sonra yazacağımız heç bir əməliyyat icra olunmur. Bunda da kod bölməsinin rəngindən bunu hiss edə bilərik. Return false dediyimiz zaman funksiyamız sadəcə olaraq bizə false bir qiymət qaytarır və biz o funksiyadan gələcəkdə, daha doğrusu qiymətdən gələcəkdə istifadə edərək işlərimizi görüb görməyəcəyimiz bir şərt blokundan istifadə edərək, if şərt blokundan və yaxud da switch şərt blokundan istifadə edərək hər hansısa bir işi görüb görməməyimizə qərar verəcək. Return haqqında da bu qədər. Returnümüz göndərilmiş hər hansısa bir qiymət və yaxud da oradan hasil olacaq hər hansısa bir nəticəni bizə qaytarmış olur. Funksiyalarımızın sadə çağırılma versiyaları haqqında bu qədər. Bu dərsimizdə sadə funksiyalar öyrəndik. Daha sonra növbəti dərsimizdə ECMAScript vasitəsilə JavaScript dünyasına daxil olmuş arrow funksiyalar haqqında da danışacağıq.